Qarşılıqlı hücumlar fonunda Ukraynanın da bir sıra ərazilərinə dron zərbələri endirilib. Paytaxt Kiyev yenə hədəfdə olub və son məlumatları indi Kiyevdən bizimlə birbaşa bağlantıda olan Azərtacın xüsusi müxbiri Emil Hüseynli çatdıracaq. Emil, axşamınız xeyir olsun. Söz sizdədir, buyurun. Axşamınız xeyir. Rusiya ordusunun Ukrayna paytaxtı Kiyevə intensiv hava hücumları davam edir. Bu günləri səhər saatlarında da paytaxt Kiyev Rusiya ordusu tərəfindən ballistik raket zərbələrinə məruz qaldı və paytaxt Kiyevdə çox güclü partlayış səsləri eşidildi. Bu dəqiqələrə olan məlumata görə paytaxt Kiyevdə Rusiya ordusu tərəfindən endirilən ballistik raketlər nəticəsində mülki insanlar arasında xəsarət alanların sayı 12 nəfərə çatıb. Onlardan 2 nəfəri 10 və 11 yaşlı uşaqlardır. Bu barədə Kiyev şəhər meri Vitali Klitschko öz sosial media səhifələrində məlumat verib. Ümumiyyətlə, Ukrayna Silahlı Qüvvələrinin yaydığı məlumata görə gün ərzində Ukrayna ərazisinə 12 müxtəlif tipli raketlər atılıb və onlardan 6-sı ballistik raket olub. Məhz bu 6 ballistik raket paytaxt Kiyevə atılıb. Paytaxt Kiyevə edilən hava hücumu nəticəsində Kiyevin Salomski, Darnitski, Dnepropetrovski və Svetoşin rayonlarında dağıntılar qeydə alınıb. Onu da qeyd edək ki, bu gün ərzində Sumiyə edilən aviazərbələr nəticəsində orada da ən azı 4 mülki şəxs həlak olub, 17 nəfər xəsarət alıb. Odessaya isə edilən hava hücumu nəticəsində 2 mülki şəxs həlak olub, 1 nəfər isə xəsarət alıb. Təşəkkür edirik. Emil, Azərtacın xüsusi müxbiri Emil Hüseynliyə minnətdarlığımızı bildiririk.